Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Sence bu bina Amerika stilinde tikilib, yoksa Dubai stilinde mi? Amerika'da olmamışam, Dubai'de olmuşam, ama Dubai'da bu tipli binalar görürdüm. Ama bence göydələnlərin ilk məskəni, həmçinin güclü avtomobillərin ilk məskəni Amerika olduğuna görə məhz Amerikan stilli bir bina deyə bilərəm. Bəli, salam. İndi yəqin sizdə sual yaranır ki, biz niyə binanı test drive edirik? Məsələ ondan ki, binanı test drive edirik. Amerika stilində tikilmiş Paşa Holding'in ofisinin qarşısında ona görə görüşmüşük ki, biz bugün Amerika avtomobilini testdən keçirəcəyik. Bəli, mənim böyük məhəbbətimdən danışacaq bugün. Əslində mənim də bəyəndiyim bir avtomobildir. Mən hətta onu 2 gün idarə eləmişəm. Yəni şəxsən bu maşını yox, amma başqasını. Və hesab edirəm ki, Amerikanların, belə deyək də, buraxdığı yeganə yolsuzluq avtomobilidir ki, mən də bəyənirəm, Tural da bəyənir. Burada fikrimiz üst-üstə düşür və avtomobilin sahibi İlkin də gəl bura. Sağ ol, necəsin? Deməli belə, Amerikada ilk dəfə olaraq telefonu Amerikada kəşf ediblər, ilk elektrik lampoçkası Amerikada olub və dünyanın ilk avtomobil konveyerini də Amerikada Henry Ford edib. Amma ilk yolsuzluq avtomobili də Willys. İlk yolsuzluq avtomobildə Amerikanlar fikirləşiblər, sonra biz deyirik Uaz, Willys və bütün avtomobillərə təsəvvür edin, 4 döhkərin üzərində olan və 4 dördən gedənə hamı Prado da olsa Jeep deyir, Lexus da olsa Jeep deyir, Honda da olsa Jeep deyir. Bu avtomobil bütün yolsuzluq avtomobillərindən bir ad olub da. Dədəsi olub da, bütün yolsuzluqların dədəsi. Bəli, yolsuzluq avtomobillərinin atasıdır. Gedək baxaq başqa. Jeep, Fasten your seatbelts. I'm about to take you on a ride. It's gonna get a little bumpy. Should be alright. Fuck quarters, I reign from 1 to December. And say my name just so you remember. I'm coming hard where the niggas just linger. Forget rap, BRBC. From the depths of the sea, back to the block. We're got to here, we about to take it up a notch. Fuck what you heard, listen to what you're hearing. A bump on every curve, nigga, no interfering. Think I care about the cars and the cribs you got. All I know is every time you drop the shit ain't hot. You claim to be the dawn, now it's time to move on. You're just an easy score with your back to the door. Bust niggas, it's harder to trust niggas. Feet to the ground with my hand on the trigger. Sən bilirsən bunun qabağını niyə belə eləyiblər? Mən ilk təəssüratımı deyim, bu boksiyora oxşuyur. Yəni, boksiyonun bir dişi oxşuyur. Bu Tyson Holyfield'a baxanda nətər ki, belə eləyib. Onun bir dişi yox idi axı. Dizayner görüb, sonra ondan sonra belə eləyib. Çox agresiv, belə qabaqdan baxanda çox agresiv görsənir avtomobili. Əsl Amerikan kimi görsənir. Bəli, əsl Amerikan avtomobilidir və kapotunun altında da dərhal hiss edirsən ki, bunun nəsə güclü bir... Neçə mühərriki? 3640 santimetr. Neçə at gücü? 290 at gücü bu artıq. BMW baxsın, öyrənsin. Ki, maşını necə agresiv eləmək olar. Bəli. Qarşıdan belə deyək, görünüşü çox. Arxasına baxaq, yoxsa? Baxa. Neçənci ildir? 2011-ci ildir. Neçə kilometr gedir? 110.000 kilometr gedən maşındır ya. Mercedes 100 bindən sonra dizini atır yerə. Biləsiniz. Yandan qəşəkdir belə və nə yaxşıdır, Orxan. Yəni ki, heç nə basmaq lazım. Belə edirsən qapı açılır, o artıq yaxşıdır. İndi bunun kapotunu açırıq biz, baxırıq. Əslində arxadan belə deyək də, biraz intelligent maşındır, belə deyək. Agresiya yoxdur. Arxadan, yumşaq. Müəllim maşınına oxşayır arxadan. Fiat konsernidir, yəni Chrysler'lə bərabər birləşib Jeep, biləsən, və Avropalaşıb. Və bu il olmasında, yəni axıcılıq, bu fərq və axıcılıq bunun Avropa olduğuna diqqət eləyir. Yəni Avropa üçün hazırlanan avtomobildir. Amma Amerikada dəbdədir, Azərbaycanda da dəbə düşməyə başlayır. Amma mən sizə bir şey deyim, pul verirsiniz ha, o Pradolara və kvadrat Galenwagenlərə, pulu buna verərlər, Jeep'ə. Mən Eldəniz Cəfərovdan üzr istəyirəm, mənim dostumdur. Amma ki, mən də Prado'dan xoşum gəlim. Çünki 90-la pavarota girsən, aşır. Külək olanda... Aşır, hə? Belə tərsənir. Yəni ki, başqa Toyota'lardan xoşum gəlim. Gəl bizə arxasından başlayaq bunun. Bunun yük yeri... Arxa kamerası var. Arxa kamerası var. Parktroniki var. Yük yeri həddən artıq böyükdür və mənim bunun yük yerində ən... Subwoofer var bunun. Bəli. Ən çox xoşuma gələn şey nədir, Orxan? Burada fanari var.
Bax bunu çıxardırsan, bunun yaxşı şeyi nədir? Odur ki, bu ömür boyu orada qidalanır. Bu fənərdir. Fənərdir? Bəli. Bu fənərdir. Bu dərhal Nə qəşəng. hə. Həmişə də işıq verir. Yəni ona görə ki, ömürlük orada qidalandırıcının üstündədir. Bu necə yandırırlar? Belədir. Ay sabə, baba belə yanır. Gecə qaranlıq hardasa yolda qaldın. Düşdün. Maşına baxma. Avtomobildə fənər ən əsas ehtiyat hissələrindən biridir. Çünki gecə vaxtı məhdudiyyətli görünmə şəraitində. Yəni ki, bax belə yandırırsan böyürdən, belə də sönür və yeri də buradır. Burada mütəmadi olaraq taxırsan bunu, yəni söndürün. Hə, taxırsan bura. Həmişə də qidalanır. Bu xoşuma gəldi. Amerikandır da qaqaşlar. Mən hesab edirəm ki, bu nə nətərdir bu? Hoppa. Bax burada damkrat var, tam təkər var, ehtiyat. Tam Yəni məndə Honda-nın nazik. Yəni ki, nazik, havasız balon təkərdir. Bu tam avtomobilin öz təkəridir və damkratı var, balon açarı var. Ehtiyat isə burada görsən belə... Amma qəşəng geniş. Nədə? Yardım. İlk tibbi yardım apteçkasıdır. Yekə geniş bir... Görsən, cəmaat apteçka gezdir. Tural bir sənə gəzdir maşına, kosmetik. Bu ancaq apteçkadır, bax bu apteçka. Bu əladır. Bu sözün aktual olması, bu toku enerji verir. Yəni bunun çəkəni də var, amma yoxdur burada. Bu çıxardıb üstündən, buradan belə dartırsan, çəkirsən, burada ilişdirirsən. Avtomatla düşmürdü, amma əllə düşür. Yox, amma mənim idarə elədiyimdə buradan basırdım bu yandan. Basırdım, özü düşürdü. Bu yəqin... Belə başa düşdüm ki, peçin gəlməsi üçün. Hə. Əla. Sidenləri qattalanır da bunun qabağa. Tam açılma bir bagajdır. Hə, açılma. Yəni mən sizə deyim də, bir də Orxan Çeyfov, mənim boydana adam, rahat bunun bagajında mən əyləşirəm. Mənim boyda adam da bura yerləşir. Arxa istilik sistemi də var burada. Arxa oturacaqların qızdırılması var. Lük, panoramadır. Almanlar öyrənin, panorama lük cipdə. Almanlara çox sataşma, sonra yəni də Facebookda bizi dağıdacaq. Bax bu knopkalar klassik avtomobil knopkasıdır, zamokları. Yəni fikir versə, klassik avtomobil o. Mənim dədəmin Jigulisi yadıma düşdü. Belə basırsa da qəşəkdir. Yəni mən çox xoşlayıram belə klassik şeyləri. Təsəvvür sən 100 min gedib, klonkun hələ çatmayıblar ha. Azərbaycan da ona 100 min gedib, hələ klonka çıxmıyor. Amma 100 min üçün bir şeydir. Nələri dəyişib 100 mində? 100 minə görə bir dəfə şinlər dəyişilib. 85 mində. 85 mində təkər dəyişilib. 4 təkəri neçədir? Öz orijinalı biri 140 manat. 140 manat, 280, 560. 560 manat təkərə verəcəksiniz. Yəni təkər dəyişmək, o da 100 mindən sonra da, hə? Sonra nə dəyişir? 85 mində dəyişilir. Bir dəfə dəyişilib şamlar. Şamlar. O neçədir? 6 dənə gedir bunda, biri 12 manatdır. 12 manatdan 6 dənəsi 60, 70, 72 manat şamlarına verilir. 110 min gedir maşın, yəni bir dəfə çəkildiyi xərclərin, yəni 72 mində. Deməli 72 manat, bir də 500, nə qədər oldu? 560 manat. Bir dəfə də səhv eləmirəmsə, sən demişdin ki, benzin nasosu. Bunlarda benzin filtri olmadığına görə nasosun bir yerdə dəyişilir. O da 450 manat. Neçə kilometrdə dəyişmirsən? Onu dəyişmirəm 90 min. 90 mində də benzin filtrini dəyişəcək. Filtrin yox, benzin nasosun. Çünki bu avtomobillərin benzin filtri yoxdur. Nasos dəyişilir. Nasosu da dəyişmək 580 manat. 450 manat. 450 manat. Əyləc qəlibləri dəyişib səndə? 110 min sürülüb, heç bir dəyişmir. Yəni 110 min sürülüb, hələm əyləc qəlibləri, yəni xalq arasında kalotka adlandırılan tormoznoy kalotka dəyişilməyib. Deməli 110 min gedən və əyləc qəlibləri dəyişməyən Alman avtomobili istəyirəm. Gətirin, göstərin bizə. Bəli, var. Yoxdur. Xenon durur səndə, orijinal xenondur. Hə. Orijinal xenon. Deməli indi... Amma bunun polirovkaya ehtiyacı var abi. Bəli. Bir dənə çatışmayan cəhətin deyim sizə. Bu avtomobillərin bu faralarının arxa kontaktları qızır. Bilmirəm, nəyisə düz hesablamayıblar, yoxsa nədir? Bir də ki, bu polirovka məsələsi də ki, belə baxanda 4 il üçün
Amma biraz polirovka eləsə, o tam açılacaq işıq. Məsəl üçün bu dəyişməli dəyişmək lazım olsa bu neçəyə bunun parasını bilir? Parasının biri indi, mən bir dəfə soruşmuşam, 800 manatdır. 800 manat. Biri 800 manatdır parası. 800 manat parasıdır. Yağa nə qədər gedir? 6 litr. 6 litr. Nə qədər pul xərcləyirsən litrlə bərabər? Yağ litrlə. Yağ filtri 800 manatdır. Yağ filtri 800 manatdır. Yağın da litri hardasa 10 manat 12 manat arası 5.30 dökülür. 5.30. Sintetik yağ. 5.30'dur. Deməli 6 litr gedir. Bəli. Tutaq ki 12 litrdə 12 manat da bunun litridir. Yaxşıdır. Hardasa 70-80 manata yağın dəyişmək olur da. Şeydir, sən mənlə... Özə kapotun altı mənim nə xoşuma gəlir, Tural. Yəni əl salmağa yer var. Bəzi avtomobillərdə elə doldururlar ki... Gəbra, gör nə boyda yer var. İşləmək. Yəni usta üçün işləməyə rahat əməlli başlı yer var. Yəni ki bu sıxıntılı deyil. Mühərrikin riveni dəyişmirsən, yoxsa elə qalır? Elə qalır. Ehtiyac yoxdur ona. Yəni neçə minlə bil dəyişilməlidir başı, ümumiyyətlə bunu? Verir zaten 60 min deyirlər, amma hələ mən 110 min çəkmişəm, ehtiyac yoxdur mənim. Yaxşı, birdən qırılsa, klapanlar baxılıb. Yəni mütləq olaraq indi 100 min gedib bu Grand Cherokee, mütləq olaraq servisdən baxışdan keçməlidir ki, yəni yoxlanış olmalıdır ki, riveni kəməri dəyişməyə ehtiyac var yoxsa. Yəni deyir yoxlayırlar, deyirlər. Burada izolyasiya var, səsi bayıra buraxmasın deyə. Səsi bayıra buraxmamaq üçün izolyasiyası. Motoru çox güclüdür. 3.6, neçə silindirdir? 6 silindirdir. 6 silindir, 3.6 motor. 6 silindir 3.6 üçün belə deyək də, trasda 11 litr, şəhərdə 14-15 litr mənə elə gəlir ki, normaldır. Biz indi Turalla bir əməliyyat həyata keçirəcəyik və sizə deyəcəyik ki, bu avtomobil harada yığılıb. Bir məsləhət verin dostlar. Vinkod şüşənin altında olur və mühərriki qarşısında olur və ya bayaq açdığımız kimi qapının içərisində olur. Bu rəqəmlərdir. Avtomobil harada istehsal olunub, harada yığılıb, üzərinə nə qədər rəng vurulub, kim idarə edib, harada icarəyə verilib, oğurluqdur yoxsa yox, bütün məlumatlar bu Vinkod bazada olur. Biz sizə bu avtomobili sadəcə yoxlamaq istəyirik ki, hara maşındır, müəllim maşını olub yoxsa yox? Bəli, müəllim maşını olub yoxsa yox. Amma nəzərə alsaq ki, təzə alınıb və dilerdən alınıb. Çox güman ki, müəllim imkan tapmayıb olsun. Tələbə sürüb. Təbii. Deyirəm, kef olayım, deyir. O çıxar ki, oğul olur. Deməli, Jeep Grand Cherokee modifikasiya limited 2500 kub santimetr. Deməli, maşın birinci çıxanda motoru 2500-dən gəlir. Sonra bunu 3.6-ya dəyişiblər. Benzin, L4, 2011-ci il Detroit, Jefferson North. Təmiz Amerika. Təmiz Amerikadır. Yəni, sırf Amerika üçün buraxılmış avtomobildir. Yazı var, Rımık Zbıta, Severная Amerika. Yəni, sırf Amerika üçündür. Amma ilk buraxanda 2.5 buraxırlar. Azərbaycan gətirəndə 3.6 motorla gətiriblər. Bəli. Yəni, zavoddan çıxanda 2.5 ilə çıxır da, bunlar Amerikada. Amerika üçün. Avropa üçün gələndə yəqin ki, dəyişirlər. Fasten your seatbelts. I'm about to take you on a ride. It's gonna get a little bumpy. Should be alright. Come on. Fuck quarters. I reign from 1 to December. And say my name just so you remember. I'm coming hard where the niggas just linger. Forget rap, BRBC. From the depths of the sea, back to the block. We're got to here, we about to take it up a notch. Fuck what you heard, just listen to what you're hearing. A bump on every curve, nigga, no interference. Think I care about the cars and the cribs you got. All I know is every time you drop the shit ain't hot. You claim to be the dawn, now it's time to move on. You're just an easy score with your back to the door. Bust niggas, it's harder to trust niggas. Feet to the ground with my hand on the trigger.
dəri oturacaqlarda bir dənə şeyi baxaq, bu böyürlərdə saxlayacaq bir şeydir, yəni dönmək üçün də, yəni dönmələr eləyəndə, amma oturacaqda o çatmır. Yəni bir mənfi xüsusiyyət deyim ki, oturacaqda da o biraz aparır olsaydı, qatlanmayıb da, yəni oturacağın, amma 109.000, burada baxırıq 1 kilometr yol gedir, dəri oturacaqlar yaxşı qalıb. Ondan başqa da ayaqlarımı bax, mən oturmuşam, arkada da kifayət qədər yer var. Mən ayaqlarımı tam uzada bilirəm rahat və heç bir problem yoxdur. Yeganə bunun belə deyək də mənfi, mən hesab edirəm ki, bu boydana, bu maşına, bu boyda qiyməti olan maşına bu yaraşmır. Bu bir də foto salsam. Çox sadə. Yox, bu monitor. Monitoru mən sənə indi bir dənə şeyini deyəcəm sənə bu monitoru. Ha, bu kod, sən artıq. Bunu basırsan, bu gəlir qabağa. Hatta bunun içinə MP3 atanda, MP3 disk atanda bu çox fikirləşir. Əslində mən hesab edirəm ki, bu qiymətdə maşına Amerikanlar simiclik eləməyib, biraz yaxşı monitor, daha belə deyək də, daha müasir monitor qoya bilərsiniz. Bunun sükan idarə etməsi haradadır? Yəni aşağı yuxarı eləməyə sükanı ilkin tərəfdə. Aşağıdadır, oradan, sol tərəfdə. Sol tərəfdə yumruq. Bəli. Onu neynirlər? Hə. Yuxarı qalxır. Ay sağ. Üstümə gəlir. Bu üstümə gəldi. Aha, bu qalxdı. Hoppa, bax. Amma lazım olsa sən içəri də itələyə bilirsən, deyil mi? Belə də. Ha, sənə belə lazım. Yəni özümə uyğun olaraq ki, sənə belə uyğun. Tutma necə olur? Yəni sükanı belə tutursan, düzdürmü? Elə bir bura mənim başıma deyir, hə? Amma çünki sidəylə yuxarıda sən biraz aşağı eləyə bilərsən. Oradan. Hə, boy fərqi var, ola bilər sidə o qaldırıb sən aşağı saldır. Aha, biraz saldım. Amma bu belə deyək də bunun panorama olması Oradan baxın. Ha, orada həmin otaqdan aşağıya. Ha, biraz aşağı gedir də. Ha, bir yerdə o ağaçda bağlı ağaçda tamam. Aha, aha, bax belə. Bir də yaxşıdır. Başım o qədər deyil amma. Yox, Lukun da panorama olması biraz elə bir ki, maşını daha geniş göstərir və bir şey də qeyd edeyim ki, Turalın Honda avtomobilində olduğu kimi burada da biraz motosikletin belə deyək də speedometrinə bənzəyir bu panel. Qəşəngdir, speedometri qəşəngdir, xoşuma gəlir. Sonra burada orta bu paneldən nə tərsə dəyişmək olur. Bu orta şeyi göstərir, rasxodunu maşının. Bəli, göstərir. Yüzə nə qədər yeyir? Şəhərin içində 17 litr. 17 litr. Yəni ki, bu avtomobili alan adamın belə deyək də özünün yanıca doldurma məntiqəsi olmalıdır. Deməli belə, burada sürət ötürücüsünü idarə etmək üçün rejimlər var. İndi avto rejimdədir, yəni yola uyğun olaraq seçilir. Qar rejiminə keçirtmək üçün bunu bir dənə belə elədim, qar rejiminə keçir. Daha sonra sport neytralda eləsə daha yaxşı. Çünki bəli. Neytralda elədik. Deməli, sport rejiminə keçirdə bilirsən. Sport rejiminə keçirdəndə ümumiyyətcə belə deyək də avtomobil sizi peşman eləyəcək, çünki daha çox yeyəcək. Bunu saxla itinələri. Bir də ki, burada iki dənə bir üstün cəhəti var bu avtomobilin. Sadəcə olaraq bu modeldə yoxdur, çünki bu ən birinci çıxan. Burada basırsan, avtomobil qalxır. Yəni ki, haradasa 6 sm. Pnevmaskıdır. Bəli, pnevmaskıdır və 6 sm-ə qədər qalxır. Hətta bunun sükanının da belə deyək də qızdırıcısı var. Qışda basmaq üçün onun düyməsi burada olur. Basırsan, səhər durub əlini sükana vuranda sükan isti olur. Burada rok, sürət qutusunun rok pozisiyası var. O daşlıq ərazidə, məsələn, Hövsana gedəndə, ilkin nə vaxtsa Hövsana getsə, orada bir avtobandan dönürsən, daşlıq, belə qruntovoy yoldur. Onda roka qoyursan ki, daşlıqda bütün elə bir ki, sən özün oturmursan daşın üstündə yeyirsən. Yəni, onu qoymaqla rahat geçsən. Üzü aşağı gedəndə belə deyil. Bu eləmək üçündür. Sonra bu avtomobildə bir şey var. 4 təkər qoşmaq olur. Yoxuşa qalxanda ayaqlı bir dəfə tormoza bas bıraq, o saxlayır maşını. Orada qalır orada. Hə, qalır orada. Bu nədir? Bu lükün açılıb bağlanmasıdır. Ventilyasiya, tavan, bu işıqlardır. İşıq biraz göy sayrışan işıqlardır. Sonra beləsinəsi də var. Belə də var. Əla. Bu lükü da belə deyək də, bunu aşağı salmaq üçün Yəni panorama. Dərhal panorama lükdür. Bu belə. Bu ilkin pullardır burada. Burada da burada deyəm. Burada bunun padlaqı hardasa burada şey olmalıdır. USB. Bəli, bax, USB. Mən çünki mənim yadımdadır ki USB burdadır. Bir buradadır, bir də ki orada.
Bir də orada. Bəli. Bunun 32 GB yaddaşı var, hansı ki flash kartına ehtiyac yoxdur qulaq asmağa. Aha. Mahnılar hamısı yazılır flash kartdan ora artıq. Deməli, Start stopu var, Orxan, oradan çəkə bilirsən sən bu bardaçoqun içində demək olar ki, parfümerli mağazin yox. 4 dənə ayrı var. Bəli, görsəniz ki, Deməli, işıq deməli kontrolu var, işığın aşağı yuxarı kontrolu var. Bir də, yəni, gəl bir dənə şeylə göstərim, yanacaq doldurma çəni üçün Amerikanlar başqalarına fərqli olan nə fikirləşir? Bir dənə balaca düymə, yəni bu düyməni basanda bak açılır. Bizdə necədir? Aşağı əyil, axtar bir dənə nəsə taparsın yoxsa yox. Burada yaxşıdır, hə. Əl tormozu ayaqla idarə olunur. Burada memory paketdir də bir də başa düşdüm oturacağım. 2 memory paketi var, yaddaş oturacağı istədiyin formada saxlayırsan, sonra ona qaytarırsan ki, özünə uyğun olsun. Bu düymələr standartdır. Və salam. Yəni maşını sürmək olur. İndi biz sürəndən sonra da fikrimiz gəldi deyəcəyik. 3.6 motor. Bəli. İndi bir dənə sakitçilik, motorun səsinə baxırıq. Hanım onun səsini kəs. Yox, o deyil. Amerikan deyə qatır. Bir dənə eləyir, elə bir ki, atdır. Yəni, döyüşə hazır olan döyüşçü atıdır. İndi biz tərpənməliyik. Tərpənə, biraz mən sürüm, biraz sən sür. Həyatımda ilk dəfə cip sür. Mən hazırlaşıram ki, təhlükəsiz kəmərini bura taxıb. Və nə görsəm yaxşıdır. Deməli, bu hazırlanmış ha, bu təhlükəsiz şeylə deyir ha, bu kəmərdən deyir ha, bu hazırlanmış bir... Bəli, məndə də var onda. Bu görsən ki, cavan adam varsın da, hazır ki, kəmər bağlamaq xoşlanır. Amma kəmər bağlamaq, baxmayaraq ki, bütün aktiv və pasiv təhlükəsizlik sistemləri var. Bu avtomobillər Euro NCAP-dan da keçib. Neçə yaxşılığı var bunun? Deməli, Aynı dəqiqliyə Arkada var, burada var. 1, 2, 3, 4, 5, 6, 6, bir də 7 lent üçün. 7 dənə təhlükəsizlik. 7 təhlükəsizlik yaxşılığı var. Amma bu yaxşı hal deyil. Yeni bunu yanacaq doldurma stansiyalarında birini desən 2 manat yoxsa 3 manat satılır. Ki, aparat tıqqıldatmasın. Amma biz kəməri mütləq bağlayacağıq. Kəmər bağlanmalıdır ki, biz yaxşı yola düşə bilərik. Fasten your seatbelts. I'm about to take you on a ride. It's gonna get a little bumpy. You'll be alright. Come on. Fuck quarters. I reign from 1 to December. And say my name just so you remember. I'm coming hard where the niggas just linger. Forget rap, PRBC. From the depths of the sea, back to the block. We're got to here, we about to take it up a notch. Fuck what you heard, listen to what you're hearing. A bump on every curve, nigga, no interference. Think I care about the cars and the cribs you got. All I know is every time you drop the shit ain't hot. You claim to be the dawn, now it's time to move on. You're just an easy score with your back to the door. Bust niggas, it's harder to trust niggas. Feet to the ground with my hand on the trigger. Bunu keçirdirik drive-a. Drive-a niyə? Dönmə işığını yandırdıq. Drive-a necə dedim? Getmək istəmirsən? Hə, tərpənəlik ki, getdik. Bunu biz desin 2 dəfəyə fırlanacaq. Hə, çünki belə çəkmə durub biz bu tərəfə gedirik. Amma belə bir dəfəyə döndərə bilirik. Yəni, görə onun arxa kamerası necə işləyir? Arxa kamerası enini göstərir, dostlar. Yəni, sırf mərkəzdədir deyə enini göstərir. Qəşəng yüksək. Yəni motor, mən 3000 kub santimetrdən yuxarı motorlu maşın sürməmişəm, yəni indiyənə görə. Bu hiss edirəm ki, yəni burada bir güc var. Yəni konkret güc var. Yəni Sükan klassik Jeep stilindədir. Yəni bütün Jeep sürənlər və Jeeplə maraqlananlar özləri bunu görə bilərlər. Biz bir dənə dönmə işığını yandırırıq. Ey Allahın adı. Bismillah. Getdik. Qaladan da qatar gəlir, əla. Qəşəngdir yəni. Görüntü qəşəngdir. Yəni siz bütün ölü zonaları görürsünüz. Biz Honda-dan necə görürdük ətrafı. Yəni kontrol edə bilirsiniz. Mən sənə deyim ki, Honda-dan elə bir spidometrlərində müəyyən oxşarlıq da var. Belə şey dizaynında spidometr. Dizaynda bu sırf Amerika bazarı üçün buraxıldığına görə bəlkə də məsələn bax indi ekosistemdədir. 9 dərəcə bayırda istiliyi göstərir. Yəni start stopu var, genişdir ayaqlar arasında yer. Həmçinin Mercedes-in diqqətinə çatdırım ki, arxadakı o kardan valı yerləşən yer var, ara kəsmə var. O ara kəsmə Mercedes-də çox hündürdür. Yəni biz onu Çin səddi deyə bilərik. Burada kifayət qədər bir də balaca, yəni bir balaca hündürlüyü var. Bəs salam. Ondan başqa da bizim bir şey yadımızdan çıxdı. Deyək ki, bunun arxa mostu, mostla nə deyilir? Körpüdür, arxa körpüsü. Arxa körpüsü, yəni tam deyil, hissələrdən ibarətdir də.
Yəni gedəndə o oynayacaq. Oynaya bilir, bəli. Gedəndə oynaya bilir və bunun hesabına da avtomobil daha belə deyək, manevr. Daha manevr olur, daha dözümlü olur. Yəni onun raması belə deyək də. Yəni təsəvvür eləyin ki, bu avtomobili 110 min sürüblər və sahibinin dediyinə görə hələ əyləc gəliblər, dəyişdirilib. Yəni təmirə də ciddi təmir olmuş. Belə şamları dəyişdirilib. Şam təkər. Təkər, bir də ki, benzin nasosu. Hə, benzin nasosunu dəyişdirib. İndi mən sizə bir şey deyim dostlar. Çox zaman deyirlər ki, siz məsləhət verir danışanda elə çox şey demirsiniz. Əsas mənfi nə? Biz nə deyək sizə? Biz deyirik ki, qardaş, bu maşında 4 təkər dəyişib və bu maşını aldığınız zaman yalnız siz yağ dəyişməyə pul verəcəksiniz. Ha, başqa heç nə yox. Yəni ki, düzdür, qiyməti bahadır, amma ki, belə deyək də, bu avtomobili alan adam bilməlidir ki, bu təmir olunan avtomobil deyil. Yəni bunun ehtiyat hissələri Hyundai'nin, Kia'nın ehtiyat hissələri kimi satılmır. Deməli, Tural birdən-birə qazı basanda mən elə bilginən ki, biraz sidəyə yapışdım belə. Birdən elə tərpəndi yerindən. Ya güclüdür mühərrik, çox güclüdür. Ehtiyat hissələri məsələn, ehtiyat hissələri o qədər baha deyil. Servis xidməti də baha deyil. Yəni siz məsələn Mercedes və BMW-nin servisinə daha çox pul xərcləməli olacaqsınız. Nəinki məhz bizim bu test etdiyimiz Grand Jeep Cherokee. Yəni Amerikan avtomobilləri çox dözümlü maşın olduğuna görə siz onun servisinə o qədər çox pul xərcləməyəcəksiniz, bilirsiniz. Mən bir şey deyim də, yəni ehtiyat hissələr Tural deyil. Ehtiyat hissələr bəlkə də ucuz deyil, amma sadəcə olaraq siz onları dəyişməyəcəksiniz. Yəni məsələn, ucuz gəlir. 100 mini belə deyək. Yanımızda da Jeep var. 100 mini ən çox avtomobil sürən sürücü 100 mini keçər 3 ilə. Düzdür? 3 ilə 480 manat benzin nasosa vermək olar. Mən belə fikirləşirəm. Mən sizə deyim, tam səmimiyyətimlə mənə inanın dostlar. Bizdə Azərbaycanda böyük bir kompleks var avtomobillərə qarşı. Kompleks nədən ibarətdir? Biz adətən yapışırıq ya Almanlardan, ya da ki Cənubi Koreyalılardan və hesab edirik ki, bu daha bizə uyğun maşındır və s. və s. Bunların hamısı kompleksi. Yaxşı maşın istəyirsinizsə, bunu mütləq Amerikanlardan ya da Yaponlardan almaq lazım. Və salam. Bəli, amma bir məsələni qeyd edək ki, xüsusi vurğulayım ki, əgər bununla belə deyək, eyni klassda olan Prado-la müqayisə eləsək, qiymət baxımından, dözümlülük baxımından bu avtomobil Prado'dan üstündür ki, geri qalmıyor. Yağımızda bir dənə Prado gedir. Bu nə dizaynda ki? Yəni ki, onun Prado'nun içində də heç nə yoxdur. Bunun içində olan, belə deyək də, o sadə dildə, sürücülərin dilində dediyi Navarotlar Prado'da yoxdur. Bu zor maşındır. Grand Jeep Cherokee zor maşındır. Mənfi cəhətlərini də deyəcək, o heç, amma bu zor maşındır. Dostlar, bunun sərnişin tərəfindəki oturacağı da elektropaketdir. Yəni, oturacaq mexaniki deyil, avtomatik olaraq nizamlanır. Və mən, bax, sərnişin yerini qabaqda oturmuşam güya, düzdürmü? Bax, belə uzatsam, gör nə qədər getdi. Hoppa! Bu niyə görə? Başı atıyaq. Çünki məsafə oturacaqların arasında çox... Bir dəqiqə. Yəni, bir dəqiqə. Yəni, çox vacib adam zəng eləmişdi. Cavab vermək olmazdı. Başqa adam olsaydı problem yoxdur. Deməli, bunun arxa oturacağı ilə qabaq oturacağının arasında məsafə böyük olduğu üçün Tural bunu əməli başlı yatada bilər. Amma əksi tərəfini göstərmək üçün Tural o kameranı götürüb. Gəlin, bura gətir. Baxın, burada görürsünüz köpüşlər var. Bu nədir? Məsəl üçün, bilmirəm nədən. Bu plyonkadır. Plyonka olduğuna görə. Bir balaca, belə deyək də, o qiymətə bunun üstünə daha yapışdırmaq olar. Sən elədik, bu mən eləyəcəm, sən bir dənə mənə eləyəcəm. Hoppa! Kamera aç, hətta kameramız belə açdı. Bu maşın, bu əcdaddır, bu batırsa getdi, 3.6 motor. İndi gəlir bunu, mən sizə bir şey deyim, mühərrikin tuningi ilə məşğul olanlar da bilirlər ki, bunun mühərrikini 1000 at gücünə çatdıranlardır. Yəni 1000 at, Grand Cherokee-ni 1000 at gücünə çatdıranlar. Yəni ki, bu tuning şirkətləri eləyir. Bunun tuningidir, o şeylər özləri eləmirlər. Mən hesab edirəm ki, Bakı şəhəri üçün buna heç bir tuninga ehtiyacı yoxdur. Çox qəşəngdir və bundan da güclü olmasına mənə elə gəlir ki, radara düşərsən, sən neyvə lazım. Plastiki biraz sərtdir, bayanlar dedi ki, bu sərtdir. Natiq müəllim ritim qrupu sizin üçün əsas yaşıralı maşındır. Chevrolet-də Captiva'da kimi, plastiklər. Chevrolet-də idi. Captiva'da idi,
var. Eyni plasmas deyil. Eyni plasmas. Eyni zavod, Koreyanın eyni zavodu sanki istehsal edib, amma belə sükanı mənim üçün çox ləzzətlidir. Hər şey əlinin altında da balaca sükandır. Bu boyda maşında bu boyda balaca sükanla idarə edirsin də sükanın görünüşü çox qəşəngdir. Digər bir məsələ var. Bu qəliblər yüzlərlə gözü bəyəm. Qəliblər dözən qəliblərdir. Özü Brembo deyir ha. Bir var məsələn ki, üzərinə Brembo qəlibləri qoyursan, deyirsən ki, o Brembodur. Da bunun özünün zavodda, Detroitda özdə biz Vinkodla bildik. Detroitda buraxılmış bu avtomobilin qəlibləri məhz zavodun istehsalıdır. Onlar 20 milyar, 110 min gedib. Mən söhbət elədim, yəni avtomobilin sahibinə bankda işləyir, amma avtomobili atası hədiyyə edib buna. Mən üzünü tuturam İlkin atasına, İlkin atası 2 dənə bizi belə, yəni oğulluğa namizəd biz götürürlər. Yəni biz artıq böyümüşük, hər şey var, bizi böyütmək lazımdır. Siz sadəcə olaraq birdən belə bir maşın almaq istəsək, bəlkə bizə də biz yardım lazım oldu. Mən deyim, oğulluğa götürmək istəsəz yəni. Neçə maşındır? Hazır 2 dənə nəvəniz də olacaq. Biri Barcelona'da futbol oynayacaq, biri də Türkiyədə oxuyacaq. Təhsil aldı, bilmirik nə olacaq, amma beynəlxalq münasibətlərdə oxuyacaq. Sonra baxın fikirləşin. Neçə alıblar, sən bilərsən maşını? 52 min dollar. 52 min dollara. 2011-ci ildə ilk dəfə belə rəsmi dealer bu avtomobili Bakıya gətirəndə bunun 4-cü maşını. Çünki mən sən gəlməmişdən qabaq ondan söhbət edirdim. 4-cü avtomobili Bakıya gələn 4-cü avtomobili var aldılar. Bu Bakıya gələn 4-cü Jeep Grand Cherokee. Yəni Grand Cherokee-dir. Grand Cherokee. Var Jeep Cherokee də var dostlar. 31500 alır. O ucuzdur. 31500. Amma dizaynı yaxşı. Manatadır. Özü yenisinin dizaynına belə var. Hə, yəni balaca nazik işıqlarla və iki yəni üst-üstə yerləşmə işıq sistemi. Mən açığı bu avtomobilin qabağı çox xoşuma gəlir. O qabağından çox belə döyüşə hazır boksör. Aysa döyüşə hazır boksör, Tyson boksör. Özü Tyson dişi də yoxdur. Elə bir şey belə xolifə. Deyirəm sən o qədər stomatoloqlarla oturursan ki, adamların dişinə fikir verirsən ki, kimin dişi var, kimin dişi yoxdur. Xolifələr deyir ki, sanki belə baxırdım o sənin qulağını mən yeyəcəm. Çox aqressiv idi var qabaqda. Qaz və pedal elə bir yumşaqdır. Çox yumşaqdır. Mən öz avtomobilimlə bunda heç bir fərq görmürəm. Mən özümü çox rahat hiss edirəm. Bunun qiyməti bahadır, deməli bunu bilirlər də nəyə görə buna bu qiyməti qoyurlar. Valla məsələn düz yanımızda Grand Cherokee var. Bu dəqiqə Tural Land Cruiser sürsə, onun xoşum gəlmir. Valla heç xoş. Bir dənə saxla bir qardaşdan soruşum. Gəl bir dənə. Siqnaldır. Necə maşındır? Almaq Biz istəyirik. bunu test eləyirik almaq üçün ona görə. Neçə motordur səndə? 2.6. Neçənci ilindir? 3.6. Neçənci ilindir? 2012. Ya eyni şeyləri. Çox sağ ol. Çox sağ ol. Bax qardaş, baba bizdə olan maşındandır onlarda da. Onlar da qara rəngi. Qara rəngi də, ləzzətli. Xoşlarına gəlib. Onlar da alır. Onda da 3.6-dır. 3.6-dır. Onda da 3.6-dır. O da elə 2012. Bu da 2012-dir. Bu 2011-ci il, 2012-ci seriya. O da çox güman ki elə eyni şeydir. Yəqin ki bu biraz sonradan alınandı. Sonradan alınandı. Yəni Jeep elə Jeepdir. Yəni sən bir dənə kiçik bir hekayə danışım. Yaponiyada Land Cruiser buraxanda sən bilirsən nədən buraxırlar? Deməli onlar elə bilirlər ki, Jeep modifikasiyadır və gətiriblər deyirlər Toyota Jeep Land Cruiser. Adını. Amerikalılar deyirlər ki, kişi sən nə edirsən? Bu bizim markadır. Azərbaycanlılar kimi. Azərbaycanda Niva'da Jeepdir. Hər şeydə hamısı Jeepdir. Range Rover'da Jeepdir. Range Rover'da Jeepdir. Hamısı Jeepdir. Hamısı Jeepdir. Bunlar da gəlib ki, sən nə edirsən? Yapon axıda oynayırlar Toyota'dan. Yəni Yapon belə öz Land Cruiser'ı buraxanda onun adına Jeep adı qoyur və Porsche'yə də Jeep deyənlər olur. Yəni 4x4 nə görürlərsə amma Jeep deyir. İzləyənlərə göstərək. Yəni bazar günü olmasına baxmayaraq böyük bir tıxac var. Biraz aşağı sal kameranı. Böyük bir tıxac var bilməm nəyə görə. Və hal-hazırda biz Cavanşir köprüsündən düşürük aşağı. İnşallah onlayn reportaj edirsiniz. Onlayn reportaj bəli tıxac haqqında. Həyət ki radio efirimiz yoxdur. Buradan yoxsa sən gedib xəbər verərdim məlumatı. Deməli bu qoyaq yerinə. Allah. Məncə düşürük də biz. Biz düşürük. Şək düşürük. Tıxacın bir dənə müsbət cəhəti ondan ibarətdir ki, sən müxtəlif avtomobilləri görürsən və seçim kimdən soruşa bilirsən. Bəli, biz belə deyək, mən sənə deyim ki, bu Porsche-dansa bu mənim üçün. Kitaylar bir dənə şey Jeep buraxıb. Hay, nə toçunu uğrayıblar Porsche-dan. Bu günlər şəklin vurmuşlar şeyə baxarsan, mail-da deyəsən Vestir.az saytında. Mən baxdım, toçlu ya, bunu elə düzlər, kitayski variantı düzəldirlər. Orada nəsə olub, adamlar yığışıblar ora
və polis də var. Biz onu çəkirik. Siz də onu görəcəksiniz bu dəqiqə. Nəsə mübahisədir o. Avtomobil qəzası, Turan. Qəza olub orada. Qəza deyirəm, buradan görürəm. Dönəndə görəcəksən. Qəza, hoppa! 2 dənə maşın gedib giriblər ora. Dön ora, dön görüm. Bir dənə Y-klassdır. Y-klassdır. Hoppa, bir dənə də orada əzilib. C-klass orada əzilib. Bu necə gəlib ora girib? 2 dənə Y-klass üzbə-üzə gəliblər dostlar. Bir dənə də C-klass, bir dənə də burada əzilib. Ümid edirəm bu bizim tezdən əvvə gələn C-klassdır. Bizə C-klass gəlməliyik. Bizə C-klass gəlməlidir test drive. Ona görə fikirləşirik ki, tikaş olmasın. Orxan, gəl görək. Ay, sağ ol. Gəl otur görüm. Bağlayaq ki, səsimiz yaxşı gəlsin. Otur görüm, otur. Başım dəyir elə bilə. Başım da yox, var axı məsafə var görmənədə. Təxmini bu qədər məsafə var. Var, deməli normaldır. Arxada otura bilsən də rahatdır. Yəni cəmaət görsə daha yaxşı olacaqdır. Bax, Orxan, bax görün nə qədərdir. Bax, deyir də, bir dənə oplansan sən deyəcəksən ora. Neçə 1.95 döyürsən? Deməli boyu 2 metr olan adamlar bundan da yekəsini almalı. Amma burada bir də məsələ var ki, onun ayaqları tam rahat yerləşir. Baxmayaraq ki, bax məsələn, məndə ayaqlara fikir verir. Gör nə qədər yer var. Arxada pərvizdə də gör nə qədər yer var. Arxada onun dizləri dəymir oturacağı, düzdür? Rahatdır da. Bunu söndürürəm mi? Hə, söndür. Deməli, son olaraq 10 ulduzdan neçə ulduz verirsən? Mən bu avtomobilə, mən bir dənə bu iradım bu oldu. Plonkası. Plonka burası biraz sərtdir. 9 volt rahat vermiyor. Yəni 10 ulduzdan 9'unu verirsən mənə. Deməli, plastiki biraz sərtdir, biraz plonkası var burada. Biraz partlayan plonkadır. 9 rahat vermiyor. Hə. Özün sonradan çəkdim. Yoxsa özünün plonkası. Bax, 110 mindən sonra bu plonkasına belə bir şey olub. Nəsə düşüb yəqin bu. Yox, mənə elə gəlir ki, bunu yapışdıranda nəsə keyfiyyəti yapışdırır. Hava gün də vura bilər onu. Hə, ola bilər gündən də olsun. 110 min gedən bir maşın üçün və 51 min dollar düzdür, hə? 52 min dollara alınıb təzə olanda. 52 min dollara təzə olanda alınan bir maşını mən də elə pərviz kimi 10 ulduzdan 9'unu verirəm. Mən hesab edirəm ki, çox yaxşı vəziyyətdədir. Bu yəni ki, bu 110 min gedən maşın üçün o super vəziyyətdədir. Bunun xərci yağ dəyişmədən başqa bir şeydir. Vəssalam. Yəni 2 şeylə dəyişmir. Bir dənə benzin filtrini dəyişir, bir də təkər dəyişir. Benzin nasosuna filtri yoxdur. Benzin nasosuna filtri yoxdur bunun. Benzin filtri yoxdur. Və belə deyək də, ilkin bu günlərin məsəl üçün də birdən sən bu maşını satmalı olsaydın, bunu neçəyə satardın? Bugünkü bunun qiyməti hardasa 38 min dollar, 40 min dollar olsa. Yəni 38 min dollara bu günləri bu avtomobili satmaq olar və sənə kimsə gəlib 38 min versə satırsa? Yox, amma ilkin 38 min dolları gətirib nəqd versəz də bu avtomobillə vidalaşmağa hələ ki hazır deyil. Ona görə də siz onun telefonunu görməyəcəksiniz. Bir həftədir öz Captiva'mı 31 min dollara satmaq istəyirəm, hələ ki bir həftə sata bilmirəm. Yəni, fərqi bilin. Amma bu kişi 38 minə satmaq istəmir bunu. Dostlar, bu yeni Jeep Grand Cherokee 2012-ci ilin istehsal olan bir avtomobil testi idi. İlk baxışımız idi. Biz Tural'la bəyəndik. Bəyəndik, mənfi cəhətlərini dedik, əsas xərclərini sizin üçün olan əsas xərclərini də dedik. Ən mənfi cəhəti odur ki, şəhər içi, əgər siz qaz, tormuz qovacaqsınızsa 17 litr 100 kilometrə hazır olun ki, pul ödəməlisiniz. Və avtomobilin əsas... Ya da yanacaq doldurma məntəqəsi almalısınız. Əsas avtomobilin mənfi cəhətlərindən biri də bax budur. Bu kompüter yəni siz onu eləməyin. Siz onu eləməyin. İlkin cavan oğlan indi eləyir, amma gələn il qocalacaq, eləməyəcək o da. Onu eləmək olmaz. Fənəri bağlamaq lazımdır yəni. Və əziz dostlar, əgər bizim videomuzu bəyəndinizsə, bəyən düyməsini basırsınız və bu videonu paylaşırsınız. Növbəti testdə görüşmək ümidi ilə aşağıda bütün şərtlər də var. Özə bir şey deyim ki, gələn həftə yox, ondan o birisi həftə biz Tural'la həyatımızda birinci dəfə Çin avtomobilinə əyləşəcəyik. Özü elə bir adamın avtomobilinə ki... Risk, özü sığortalayacaq özümüzə. Bəli. Elə bir adamın avtomobilinə əyləşəcəyik ki, o bizi inandırmaq istəyir və bizə sübut eləmək istəyir ki, Çin avtomobilləri çox möhkəm və dözümlü avtomobillərdir.
Mən gülməyim gəlir, sən gülməyim gəlir. O bizi inandıra biləcək. Adı Elşən deyirsən, sən burada salam deyirəm. Mən elə gəlsə bizi inandıra bilməyəcəksən. O Tembol məni inandıra biləcəksən qardaş. Deməli belə, əgər siz avtomobilinizi satırsınızsa və istəyirsiniz ki, biz sizin avtomobilinizi sınaq yürüyüşündən keçirdək, o zaman kommentlərdə, yəni tezlərdə qeyd edə bilərsiniz telefon nömrənizi və avtomobilinizin markasını. Və sağ ol. İnşallah gələn həftə görüşürük. Qismət olsa. Sağ olun.